Bildiyiniz kimi artıq Məhərrəmlik ayı bitmək üzrədir. Hər evdə, hər ocaqda olduğu kimi artıq toylar başlayacaq və Allah hamının evində xeyir iş nəsib etsin. Nəzərə çatdırmaq istəyirəm ki, müasir dövrdə yaşadığımız üçün artıq kəndlərdə, rayonlarda, həyətlərdə palatka o qədər də çox qurmurlar. Hamı insanlar üst tuturlar şadlıq saraylarına. Və bu günləri aktual olan mövzu, problem olan mövzu nədir? Bu barədə indiyənə qədər heç kim danışmayıb. Mən bu məsələyə toxunmaq istəyirəm. Şadlıq sarayı icarəyə verilir, belə deyək, toy edən şəxsin ailəsinə. Həmin şəxs də ora video operator, bir xidmətçilər, ondan əlavə musiqi dəstəsi danışır və toyda iştirak edən bütün kollektivlər də. Amma Şadlıq sarayının rəhbərlikləri, administratorları bu günləri ora gələn video operatorlardan, musiqiçilərdən əlavə pul tələb edirlər ki, bizim yerimizdə oturursunuz, bizim televizorumuzdan istifadə edirsiniz, nə bilim, və digər şeylər sadalayırlar. Onsuz da bu günləri bir çox iş görən adamlar vergi ilə müqavilələri var. Bunlar öz vergilərini ödəyirlər və yaxud da hər hansı bir toyu çəkirlərsə, onsuz da onun vergisini ödəyir. O ödəməyənlər özləri bilər, amma mənim tanıdığım, şəxsən tanıdığım insanlar var ki, onlar ödəyirlər. Onların hal-hazırdakı problemləri nədir? Problem odur ki, Şadlıq sarayına gedir, Şadlıq sarayının administratoru deyir ki, bu sarayın öz video çəkəni var, sən əgər bura gəlmirsənsə, bura əlavə ödəniş eləməlisən. Bu yetim video çəkən 150 manat pul alır. Bunun da 50 manatını versin sənə. 20 manatını versin taksiyə. Nə bilim, 15 manatını versin vergiyə. Bəs bu necə olacaq? Əslində burada ev yəsindən çox şey asılıdır. Biz belə lori dildə desək, toy eləyən şəxsin ailəsindən çox şey asılıdır. Çünki Şadlıq sarayları artıq belə deyək, işinin peşəkarı olmayan insanlarla işləyirlər. İşinin peşəkarı olan şəxslər qıraqda qalıb, amma işinin peşəkarı olmayanlar Şadlıq saraylarında, restoranlarda özlərinə, necə deyərlər, bir məkan seçib artıq əyləşiblər və süni bir qiymət qoyublar. Çox bərbad vəziyyətdə musiqi, çox bərbad vəziyyətdə video çəkilişlər, çox bərbad vəziyyətdə xidmət aparırlar. Amma ev yiyəsi, məsələn, toy eləyən şəxs işinin peşəkarları ilə danışır, musiqisi olsun, videoqraf olsun, foto xidməti olsun və yaxud hər hansı bir rəqs qrupu olsun, dəvət eləyir. Amma Şadlıq sarayının rəhbərliyinin bir qayda qanunu var. Sən bizim saraya gəlib, bizim şadlıq evinə gəlib, əgər bizim şadlıq evində çəkiliş aparırsansa, bizim şadlıq evində xidmət göstərirsənsə, bizə pul verməlisən. Bu heç bir şəkildə düz deyil və mən bir media nümayəndəsi olaraq buna etiraz edirəm. Bütün video çəkənlərə, musiqiçilərə, ümumiyyətlə Şadlıq sarayında xidmət göstərənlərə buradan səslənirəm. Ən azından bizim səsimizə birinci növbədə siz səs verməlisiniz. Artıq bir neçə nəfər bu mövzu ilə bağlı bizə müraciət eləyib. Sizlər də bu mövzu ilə bağlı danışmaq istəyirsinizsə, fikirləriniz varsa, bizim studiyamızın qapıları, Cənubun Səsi televiziyası sizin üzünüzə açıqdır və yaxud da göndərin, biz sizin müraciətinizi paylaşaq. Şadlıq sarayının adını çəkmək istəyən, Şadlıq sarayından şikayəti olan şəxs göndərsin, biz o Şadlıq sarayı ilə bağlı paylaşımı eləyək və müstəqil şəkildə informasiya həyata keçirdək. Rəylərinizi gözləyirəm. Bu mövzu ilə bağlı fikirləri, rəyləri olanlar tam şəffaf şəkildə yaza bilərlər. Diqqətiniz üçün təşəkkür edirəm.